bu həyatı necə yaşamalı? İnsan istər-istəməz bu dünyaya gəlir və yaşamalıdır. Amma necə yaşasın? İnsan öz həyatını bir cəhənnəmə çevirə bilər, yaxud da ki, insan öz həyatını bir gözəl bir Gürcistana çevirə bilər, cənnətə çevirə bilər. Fərq nədədir? Eyni şeylər müxtəlif insanlara müxtəlif cür gəlir. Necə eləmək ki, insan öz həyatını daha dolğun yaşasın, daha xoşbəxt yaşasın? Nə lazım bunun üçün? Bəlkə də çox şey lazımdır. Demək olar ki, lazımdır ki, sülh, əmin-amanlıq, sağlamlıq, əlbəttə ki, bunlar hamısı doğrudur. Amma bugün mən